Birinci sualın nizamımıza devam edirik. Deyir, gliserin və gliserin üçün eyni olan nədir? Gliserin birisi 3 atomlu spirtdir. Yazılır CH2OH, CHOH və CH2OH. Gliserin isə bilirsiniz ki, amin turşudur. NH2, CH2, COH şəklində yazılır. Amin turşuların ilk nümayəndəsidir. Deyir, molekulda karboksil qrupu var. Karboksil qrupu COH qrupudur. Birində karboksil qrupu var, yəni gliserində var, amma gliserində yoxdur. Eyni olanları soruşur. Deməli, suda həll olur. Bilirsiniz ki, bunlar hər ikisi suda həll olan maddələrdir. Çünki amin turşuların ilk nümayəndələri zaten suda həll olur. Gliserin də polyar molekuldur, 3 atomlu spirtdir. Suda çox yaxşı həll olacaq. Bu da doğru, bu eyni olacaqdır. Molekulunda 3 karbon atomu var. Deməli, gliserində 3 karbon var, amma deməli, glisində isə 2 karbon var. Demək ki, bu eyni deyil. Deməli, eyni olanlar yalnız 2 olduğuna görə 21-də doğru cavabı Y variantı seçərik. 22 ilə davam edirik. Deyir, cədvəldə azot dioksid və diazot trioksiddən ibarət qaz qarışığında N2O4-ün hamısı NO2-yə çevrilikdə baş verən dəyişikliklər verilmişdir. Deməli, nə baş verib? Deməli, cədvəldə azot dioksiddən diazot ilə davam edirik. Deyir ki, cədvəldə azot dioksid və diazot tetraoksiddən ibarət homogen qaz qarışığındakı N2O4-ün hamısı NO2-yə çevrilikdə baş verən dəyişikliklər verilmişdir. Deməli, qaz qarışığımız NO2 və N2O4-dən ibarətdir. Burada N2O4-dən NO2-nin əmələ gəlmə reaksiyası verilibdir. Deməli, N2O4-dən əmələ gəlib NO2, əmsallaşdırma aparsaq, NO2-nin qarşısına 2 yazsaq, əmsalımız tamamlanmış olur. Deyir ki, baş verən prosesi əks elətdirib, ilkin qarışığa görə, daha doğrusu ilkin qarışığa görə mol sayının artma faizi 20%dir. Deməli, ilkin qarışığımız bilmirik nə qədərdir. Gəlin belə deyək də, ilkin qarışıq NO2-dən N2O4-dən ibarət olan bir qarışıqdır. Deyir, ilkin qarışığa görə mol sayının artma faizi 20%-ə bərabərdir. Yaxşı. Deyək ki, ilkin halda bizim X mol N2O4 və NO2 qarışığımız var. İkisi birlikdə X moldur. Həm N2O4, həm də NO2 ikisi birlikdə X moldur. X molun deyək ki, A molu N2O4-dür, B molu da NO2-dir. Yazaq. Başlanğıc, səhər, tarazlıq. N2O4 ilkin halda deyək ki, A moldur. A moldur. NO2 də deyək ki, B moldur. Bunların ikisi birlikdə X moldur. Sonra belə deyək ki, deyir N2O4-ün hamısı NO2-yə çevrilibdir. N2O4-ün hamısı, yəni A-nın hamısı deyək ki, sərf olunub. Yəni N2O4-ün başlanğıc mol miqdarı A mol yazmışam axı. A molun hamısı deyək ki, sərf olunubdur və N2O4-dən ümumiyyətlə qalmayıb sıfıra çatıbdır. Və siz bilirsiniz ki, 1 mol N2O4 2 mol NO2 yaradır. Onda A molunda 2A mol yaradacaq. Deməli, əmələ gələn NO2-miz 2A mola bərabər olacaq. Və əvvəlcədən 1 mol NO2-miz var idi. Yeni əmələ gələn NO2 də 2A mol olduğuna görə son anda bizim əlimizdə olan NO2 olacaq B üstə gəlsin 2A mol və bu da nəyə bərabərdir? 1,2x-ə. Deyirsiniz, hardan bildik ki, 1,2x-ə bərabərdir? Oradan bilə bilərik ki, bizim ilkin qarışımız X mol idi, ikisi birlikdə. Bunun dedik ki, A mol N2O4-dür, B mol da NO2-dir. Sonra deyək ki, ilkin qarışıq 20% artıbdır. Yəni, X qədər 20% artacaq. X-in 20%-i 0,2x eləyəcək. X qədər də 0,2x qədər artacaq, olacaq 1,2x qədər. O zaman mənim son əlimdə olan qaz olacaq 1,2x. Bu da B qədər əvvəlki NO2-dən 2A qədər yeni əmələ gəlmiş NO2 olacaq. Deməli, 1,2x bərabər olacaq B üstə gəlsin 2A-ya. Biz də bayaqlar tapmışdıq ki, x-imiz də bərabərdir A üstə gəlinsin B-yə. Aha. İndi buradan gəlin tənliyi həll eləyək. Tənliyi həll eləsək, ikinci tənliyin hər tərəfini 1,2-yə vursaq, birinci tənliyi alınacaq. Onda ikinci tənliyin hər tərəfini 1,2-yə vursaq, 1,2x bərabər olacaq 1,2A. 1,2A üstə gəlsin 1,2B. Yəni, x bərabərdir A üstə gəl B-nin hər tərəfini 1,2-yə vurdum ki, bunları bərabərləşdirim. Onda alıram ki, B üstə gəlinsin 2A bərabərdir 1,2A üstə gəlinsin 1,2B-yə. 1,2B-yə. Buradan tənliyi həll eləsək, 0,8A bərabərdir 0,2B-yə. İxtisarımızı aparsaq, 4A-mız bərabərdir B-yə. Deməli, nə tapdıq? B bərabərdir 4A aslığı. Yəni, tapdıq da belə deyək. İndi ki, ilkin qarışıqda azot dioksidin kütləsi diazot tetraoksidin kütləsindən neçə dəfə çoxdur? İlkin qarışıqda azot dioksid deyəndə NO2 nəzərdə tutulur. O da B molu idi. B molu 4A-ya bərabərləşdirəcək. Çünki deyir ki, ilkin qarışıqda azot dioksidin kütləsi
diazot tetroksidin kütləsi nə qədər çoxdur. Deməli NO2-miz deməli azot dioksiddir. Onun mol miqdarını B mol demişdik. İndi onun B-ni də 4A tapdığımıza görə gətirib yazdım ki, 4A qədər NO2 olub əvvəldə molca. 4A mol NO2 olubdu. N2O4 də A mol olubdu. Onda bu da NO2-dir. Daha doğrusu N2O4 üzr istəyirəm. N2O4-dür. N2O4-ümüz ilkin qarşılıqda A moldur. A mol N2O4 yazdım. NO2 də B moldur. B molda 4A tapdığımıza görə 4A molda NO2 yazdım. İndi 4A mol NO2, A mol N2O4 ilə necə fərqlənəcək? Kütləcə neçə dəfə çoxalacaq? Heç emeri falan hesablamağa gərək duymuram burada. Niyə? Çünki 4A NO2, N2O4 NO2-nin dimeridir axı. Əslində mən N2O4-ü 2 NO2 kimi yaza bilərəm də, eyni şeydir də. 2 NO2 N2O4 deməkdir. 2 NO2 elə N2O4-ün özüdür. N2O4-ü pozub 2 NO2 yazdım. İndi bu da A molsa 2A mol NO2 kimi düşünəcəm bunu. 4A molda NO2 əvvəlcədən var idi. Yəni yuxarıda bax NO2-nin özünün mol miqdarıdır. İndi 4A 2A-ya bölünəndə neçə dəfə deyir? 4A-nı 2A-ya böləndə mən 2 nisbətini alacağım da. Bax gördünüzmü müəllimlər? Daha rahat həll etmək üçün belə ehtimal istəsə siz emerlə də gedə bilərsiniz. Yəni mən tapdım ki, NO2-m əvvəlcədən 4A mol idi. N2O4-üm də A moldur. N2O4-ü 2 dənə NO2 kimi yaza bilərəm də. Onda A molum 2A mol NO2, elə bir A mol N2O4, 2A mol NO2 deməkdir də. 4A mol NO2 ilə 2A mol NO2-nin nisbəti 4A-nı 2A-ya böləndə 2 eləyəcək. Deməli bunların kütlə nisbəti elə 2 olacaq da. Yəni ona görə də doğru cavab burada rahatlıqla 2 götürə bilərsiniz B variantı. Amma deyirsiniz ki, yox, bizə aydın olmadı. Bu necə oldu? Yaxşı 4A NO2, bir də A mol N2O4. Gəlin 4A mol NO2-nin kütləsini tapın, A mol N2O4-ün kütləsini tapın. Sonra bunları bir-birinə bölün, yenə də 2 rəqəmini alacaqsınız. Yəni deməyim odur ki, mən daha qısa yolla bu şəkildə izah elədim. 22-dən sonra gəlirəm 23-ə. Su və amonyak üçün fərqlidir. Oksigen və azot atomlarının hibridləşmə vəziyyəti. Bilirsiniz ki, suda oksigen sp3 hibridləşmə vəziyyətindədir və 4 sp3-dən 2 rabitə yaranmada iştirak edir. Amonyakda isə azot sp3-də, onda da 4 sp3 var. Orada da 4 sp3-dən 3 rabitə yaranmada iştirak edir. İstənilən təqdirdə hər ikisində istər belə deyək də suda, istərsə də amonyakda mərkəzi atom oksigen və yaxud da ki, mərkəzi atom azot sp3 hibridləşmə vəziyyətindədir. Molekulardakı rabitələrin sayı, suda 2 rabitə var. Bax belə yazırıq. Amonyak molekulunda isə 3 rabitə var. Bunu da bilirsiniz ki, belə yazırıq. Və rabitələrin sayı fərqli oldu. Birində 2, birində 3. Rabitə əmələ gəlməsə sərf olan hibrid elektron buludlarının sayı. Birində 4 sp3-dən 2 rabitə yaradır. 2 sp3 hibrid ortalı rabitə yaradır. Birində də 4 sp3-dən 3 rabitə yaradır. Birində 2, birində 3 fərqli oldu. Maya halda molekular arası hidrogen rabitəsinin olması, bəli, həqiqətən həm su, həm də amonyakda maya aqreqat halda molekular arası hidrogen rabitəsi əmələ gətirir. Bu da doğru ifadədir. Aha, eyni olanları tapdıq. 1 və 4. Fərqli olanları soruşur. Fərqli olanlar 2 və 3 olduğuna görə 23-də doğru cavabı D variantı seçə bilərsiniz. 23-dən sonra keçirik 24-cü çalışmaya. Ən maraqlı çalışmalardan biri bu çalışma mən hesab elədim. Deyir, tarazlıqda olan tərəzinin hər iki qabında kifayət qədər su vardır. Əlavə olunan maddələr tam reaksiya daxil olduqda qablardan ayrılan qazın ümumi kütləsi 40 qram olur. Siz bilirsiniz ki, litium su ilə reaksiya daxil olanda hər metalın 1 molu öz valentinin yarısı qədər mol hidrogen qazı ayırır. Başqa cür desə, litiumun 1 molu, 1 mol litium 1 valentli olduğuna görə 1-in yarısı qədər, yəni 0,5 mol hidrogen qazı ayrılacaq. Başqa cür desə, 7 qram litium 1 qram hidrogen qazı ayırır. Buradan da m qram litium verib, m qram litium nə qədər hidrogen qazı ayıracaq? M qram litiumda m bölünsün 7 qram hidrogen qazı ayıracaq. Bunu tapdıq. Kalsium hidridin su ilə reaksiyasını yuxarıdan yazıb əmsallaşdıraq. Bura heç aid eləməyək. Kalsium H2-nin də üzərinə su gələndə siz görəcəksiniz ki, müəllimlər, buradan kalsium OH2 və H2 ayrılır. Və burada da 2 yazsaq suyun qarşısına, hidrogenin qarşısına da 2 yazsaq əmsalımız tamamlanır və kalsium H2-nin emeri 42-dir. Və siz bilirsiniz ki, tənasüb quranda yazırsınız ki, 42 qram kalsium H2 2 mol hidrogen qazı, yəni 4 qram hidrogen ayırır. Kütləcə 2 mol hidrogen, kütləcə 4 qram hidrogen deməkdir də. Onda yazarıq ki, 42 qram kalsium hidrid 4 qram hidrogen qazı ayırır. O zaman m qram kalsium hidrid nə qədər hidrogen qazı ayıracaq? 4m bölünsün 42 və bunu da hesabladıq 4m bölünsün 42 şəklində. İndi bizə deyir ki, reaksiya zamanı əmələ gələn hidrogen qazların ümumi kütləsi 40 qrama bərabərdir. O zaman birinci reaksiyadan m bölünsün 7, ikinci reaksiyadan 4m bölünsün 42 qram hidrogen qazı ayrılanda ümumi ayrılan hidrogen qazının kütləsi 40 qrama bərabərdir. Bunlar üçün ortaq məxrəc 42 qəbul eləyək. 6-ya bıraq bunu.
6m üzərinə 4m gələndə 10m bölünsün 42 alacağıq. Bu bərabərdir 40-a. Bunlar ixtisar gedər. Burada 4 qalar. Buradan m-imiz bərabər olacaq 4 vurulsun 42-yə. 4-ü 42-yə vursaq, yəqin 168 eləyər, eləmi? 4-ü 48-ə vursaq, məncə 192 eləyər. Deməli 4 vurulsun 42, 160, aha, yox, bəli, 4 vurulsun 42 düzdür. 168 eləyəcək, üzrlə hesab edin, 168 qram yazaq ən yaxşısı. Deməli, biz tapdıq ki, m-imiz 168 qrama bərabərdir. İndi m-imiz 168 qrama bərabərdirsə, biz sol tərəfdəki və sağ tərəfdəki qabların içərisində ümumi kütləni hesablayaq. Bizə deyir ki, tərəzinin yenidən tarazlığa gəlməsi üçün kütləsi az olan tərəfə neçə qram su əlavə olunmalıdır? İndi gəlin biz sol və sağı müqayisə edək. M-i 168 tapdıq. Bu demək ki, sol tərəfdəki qabın içərisinə m qram, yəni 168 qram lityum daxil oldu. Amma biz dedik ki, 168 qram lityum daxil olsa da m bölünsün 7 qram hidrogen qabı tərk elədi. M bölünsün 7 qram hidrogen qabı tərk eləyəndə gəlin görək nə qədər azalma müşahidə olundu qabda. Qaba 168 qram lityum daxil oldu, amma m bölünsün 7 qram hidrogen qabı tərk elədi. 168-i 7-yə böləndə 24 qram qabda azalma müşahidə olundu. 168 daxil oldu, 24 hidrogen qazı uçdu getdi havaya. 144 qram soldakı qabın kütləsidir. Gəlin sağdakı qabın kütləsinə baxaq. Yenə sağdakı qaba baxın, özü yazıb ki, m qram kalsium hidrit daxil olub. M qram kalsium hidrit 168 qramdır. 168 daxil olsa da 4m bölünsün 42 qram burada deməli hidrogen qazı uçdu getdi havaya. Bu da nə qədər eləyər? 4m bölünsün 42. 4-ü 168-ə vurub ixtisar da aparıb yaza bilərsiniz. Ən rahatı odur. Bu da eləyəcək 16 qram. 168 qram daxil oldu, 16 qram çıxdı. 168 daxil olub 16 çıxanda ümumilikdə sağ tərəfdəki kütlə 152 qram oldu. Solda 144 qramlıq bir ümumi kütlə alındı. Sağda 152 qramlıq kütlə alındı. Sağ daha ağırdı. Solumuz isə biraz yüngüldür. Solumuz 144 ilə tamamlandı, sağımız 152 ilə. Onda mən sol tərəfdəki qaba nə qədər kütlə əlavə eləməliyəm ki, onu 152-yə çatdırım. 144-ün üzərinə təbii ki 8 qram gəlsəm, yəni 8 qramlıq bir kütlə əlavə eləsəm, bu mənə verəcək 152 qramlıq kütlə. Deməli, sol qaba mən 8 qramlıq təzədən gəlib su əlavə etməliyəm ki, sol qabdakı kütləni 152-yə çatdırım. 144 ilə, yəni 8-in cəmi mənə 152 verər sol tərəfdə. Bu da sağdakı 152-yə bərabərləşər. Deməli, doğru cavab 24-də A variantı seçə bilərsiniz. 24-dən sonra keçirik 25-ə. 25-də bizə deyir ki, alkil, deməli, halogenid Y xlor və X xlorla Y xlor natriumlar reaksiyasından alınan alkan. Normal butan alınmır, 2 metil butan alınmır, amma 2-3 metil butan alınır. Gəl baxaq. Y xlor əgər natriumlar reaksiyadan 2-3 dimetil butan yaradırsa, gəlin yazaq. Metan, etan, propan, butan. 2-3 dimetil butan. Siz bilirsiniz ki, burada simmetriya var. 2-3 dimetil butan yaranıbsa, bu nədən yarana bilər? Bu simmetrik quruluşlu alkandır. Simmetrik quruluşlu alkandır və burada siz bilirsiniz ki, izopropil xlorid götürsəm, Y izopropil radikalı düşünsəm, baxın, CH3, CH, CH3 xlor. İzopropil xlorid düşünsə, bunun üzərindən natrium metalı gələndə xlor çıxacaq. Xlor çıxan yerə eynisinin güzgü əksi birləşəcək və belə bir maddə alacaq. Deməli, bildik ki, Y-imiz izopropil radikalını təmsil edir. İndi Y-imiz izopropil xloriddir. Bax, bunu pozdum. Y-xlorid, daha doğrusu izopropil xloridini təmsil edir daha doğrusu. İndi izopropil xloriddən, bir də X xlordan həm normal butan əmələ gələ bilər, deyir. Həm 2-3 dimetil butan yarana bilər, həm də 2 metil butan. İndi belə çıxır ki, 2-3 dimetil butan zaten Y xlorun özündən, Y-dən yaranmışdı. Baxın, siz bilirsiniz ki, baxın, buradan reaksiyanı yazaq. X xlor, Y xlor olsa, bunlar nə yaradacaq? XX yarada bilər, Y yarada bilər, bir də ən çox faizdən XY yarada bilər. İndi, deməli, zaten buradan 2-3 dimetil XX-i təmsil, daha doğrusu Y təmsil eləyir. Çünki 2-3 dimetil butan Y xlordan yaranmışdı. Deməli, bu Y təmsil eləyir, bu getdi. Yerdə qaldı normal butan. Normal butan necə yazılır? CH3, CH2, CH2, CH3. Bu da simmetrik quruluşludur. Onda belə çıxır ki, X xlorun etil xloriddir ki, X xlor deyəndə etil xlorid nəzərdə tutulur ki, etil xloriddən, elə bir ki, etil xlorid özü ilə etil xloridi X xlor kimi təmsil edəcək XX. Yəni, XX etil radikalı ard-arda butan əmələ gətirib. O zaman 2 metil butanda təbii ki, X xlorumuz etil radikalını, X xlorda X radikalı etil radikalıdır axı. Y xlorda da radikal hansı radikaldır? İzopropil radikalıdır. Bax, bunların həqiqətən bir-birinə birləşməsindən görürsünüz, bax, belə bir 2 metil butan maddəsini əldə edə bilərik. Biz o dəqiqə başa düşdük ki, Y-imiz izopropil radikalını təmsil edəcək.
izopropil. X-ımız da etil radikalını təmsil edəcək. Doğru cavabı B variantı seçə bilərsiniz. Bu da maraqlı sual idi. 26-cı çalışmaya davam edək. Natrium peroksid bilirsiniz ki, karbon qazından reaksiya girəndə natri karbonat əmələ gətirir. Bir də oksigen qazını yaradır. X deyir, Y deyir bəsit maddə. Deməli, bu oksigen qazıdır. Çünki bu, bilirsiniz ki, natrium peroksid karbon qazından, yenə deyirəm, natri karbonat və oksigen yaradır. Oksigenin kosmik gəmilərdə, sualtı qayıqlarda alınma reaksiyasını əks etdirir. Barium peroksid qatı sulfat turşusuna reaksiya girəndə azon alma reaksiyasıdır. Bilirsiniz ki, bu, buradan azon maddəsi əmələ gələcək bəsit maddə kimi. Metan da su ilə reaksiya girəndə metanın su ilə konversiyası yüksək temperaturda CO və hidrogen qarışığı əmələ gəlir, sintez qaz və oradakı bəsit maddə Z deməli hidrogeni təmsil eləyir. X-Z bəsit maddələr isə aşağıdakı reaksiyalardan neçəsi baş verə bilər? Silisium oksigenlə gedə bilmir? Bəli, gedə bilir. Silisium 4 oksid yaranır. Kalium yod azonun suda məhlulu ilə reaksiya girə bilər. Y-lə buradan kalium hidroksid, yod və oksigen yaranacaq. Kalium hidroksid, yod, oksigen. Əslində kalium yod oksigenlə getmir, amma azonla gedə bilir. Ona görə buradan reaksiya gedəcək. Alüminium Z-lə, yəni hidrogenlə, bilirsiniz ki, alüminiumdur, berilyumdur, çox pasiv metallardır, həmçinin fosfordur, silisiumdur. Birbaşa alüminiumla reaksiya gedə bilməyəcəklər. Deməli, bu getməz. Argentum X-la, argentum oksigenlə getmir, amma azonla gedə bilir. Bilirsiniz ki, X oksigen olduğuna görə getməyəcək. X-la Z, azonla nədir? X-ımız oksigendir, Z-imiz də hidrogendir. Oksigenlə hidrogen təbii ki, su, gürüldacı qaz qarışığı yarada bilər. Dəmir, su və oksigenlə ferrum OH çevriləcək. Bilirsiniz ki, deməli, dəmir, su, oksigen qarışığı, bu bilirsiniz ki, korroziya reaksiyasını əks etdirir. Bu da gedər. Gedənlər hansı oldu? Deməli, neçəsi baş verə bilər? Birinci baş verər, ikinci baş verər, beşinci və altıncı. Dördü baş verdi məncə. Dördü baş verdi. 26-da da D variantı seçək. 26-da D variantı seçək. Keçək 27-yə. 27 çox maraqlı bir məsələdir. Necə həll edərik bunu? Deməli, metan oksigen qarışığıdır. Burada metanın yanma reaksiyası, iki cürə yanma reaksiyasını yazıb əmsallaşdıracaq. Tam və natamam yanma. Əvvəlcə metanı tam yandıracağım. Əmələ gələcək karbon qazı və su. Əmsallaşdıracağım. Bura 2 düşəcək. Oksigenin qarşısına 2 düşəcək. Sonra metanı natamam yandıracağım. Bu zaman dəm qazı əmələ gələcək və su əmələ gələcək. Bu şəkildə əmsallaşdıraq. Bir dən baxaq görə oksigen tamamlandı mı? Burada 1,5 yazaq. Bu şəkildə əmsallaşdıraq. Aha, indi gəlin biz bu maddələrə mol miqdarı verək. Deyək ki, birinci reaksiya üçün sərf elədiyimiz metanın mol miqdarı X moldur. İkinci reaksiya üçün sərf elədiyimiz metanın mol miqdarı Y moldur. Onda bunların ikisi birlikdə 10 mol olacaq. Onda X mol metanla Y mol metanın cəmini 10 mol deyək. X mol metan təbii ki, 2X mol oksigen sərf eləyəcək. Y molda metan, bax buradakı metandır. Bu da 1,5 Y qədər oksigen sərf eləyər. Hər öz əmsalı qədər məhsulla sərf olma yaradır. İndi metan 1 molu 1,5 mol oksigen sərf edirsə, uyğun olaraq Y molda 1,5 Y mol oksigen sərf edəcək. O zaman sərf olunan oksigen birinciyə 2X, ikinciyə də 1,5 Y-dir. Bu da cəm 17-yə bərabərdir. Belə bir sistem tənliyə keçid elədik. Mən tənliyə keçid elədik. Gəlin bu tənliyi həll eləyək. Mən düşünürəm ki, birinci tənliyin hər tərəfini 2-yə vursaq, buradan alaraq 2x üstə gəlsin 2y bərabərdir 20. Aşağıdakı tənliyi köçürdək. 2x üstə gəlsin 1,5 y bərabərdir 17-yə. Tərəf-tərəfə çıxsaq 2x-lər xıslar gedəcək. 0,5 y-imiz 3-ə bərabərdir. Y-imiz bərabərdir 6-ya. Y-imiz 6-ya bərabərdirsə, deməli, natamam yanmaya sərf olunan metan 6 moldur. İndi deyək ki, reaksiya daxil olan metanın neçə faizi tam oksidləşməmişdir. Daha doğrusu tam oksidləşmişdir. Aha, bu natamam oksidləşməyə getdi Y-imiz. Gəlin X-də tapaq. Çünki tam oksidləşmə deyir axı bizə. Tam oksidləşmə o demək ki, tamamilə karbon qazına çevrilən. Onda X-i soruşur. Gəlin X-i tapaq. Y-imiz 6-dırsa, gətirək burada yerinə qoyaq. Y-imiz 6 olsa, X-imiz də 4 olmalıdır ki, 4 ilə 6-nın cəmi mənə 10 versin də. Deməli, X-imiz 4 imiş. X-imiz 4-ə bərabərdirsə, o zaman 4 mol metan olubdur. Tam yanan metan, tam oksidləşmiş. Tam oksidləşən 4-dürsə, ilkin metanımız da 10-dursa, 4 onun neçə faizini təşkil edəcək? 4-ü 10-a bölüb 100-ə vursanız, təbii ki, 40% eləyəcək. Doğru cavab burada 40% kimi A variantında görə bilərsiniz. 27 bitdi, keçirik 28-ə. Hansı reaksiyadan alınan məhsullar doğru verilməmişdir? Gəlin baxaq. Miski nitrat parçalanıb misoksid NO2 oksigen verir. Təbii ki, bu doğrudur. Çünki miski nitrat pasiv metal olsa da onun parçalanması istisna halı idi. Natrium nitrat aktiv metal nitratıdır. Nitrit verir. Natrium nitrat daha doğrusu. Natrium nitrat aktiv metal nitratıdır. Təbii ki, onlar parçalananda nitrit və oksigen verəcəklər. Demək, bu da doğrudur hələ ki.
Argent nitrat pasiv metal nitratdır. Parçalananda sərbəst metal NO2 oksigen verəcək. Bu da doğrudur. Sonra kalium nitrat aktiv metal nitratı olduğuna görə kalium nitrit verməli idi. Kalium NO2 və oksigen verməli idi. Bu səhvdir. Deməli, D variantı səhvdir. Onu götürək. Amon nitrat da şənləndirici qaz və su yaradır. Bu da doğrudur. Səhv ifadə D variantında göstərilibdir. 29. Yoğunluğu müəyyəndir. Makromolekulun əsas zəncirini təşkil edən elementlər. Çox qəşəng sualdır. Deməli, teflon, C-fluor 2, C-fluor 2. Makromolekulun əsas zənciri deyəndə müəllimlər, baxın, fluorlar havadadır. Biz fluoru əsas zəncirdə yazmırıq. Bax, bu şəkildə yazılır da teflon. Düzdürmü? Fluorları havada təsəvvür edirik və əsas zəncir deyəndə giriş və çıxış yerlərinə baxırıq. Karbonla daxil oldu, karbonla da çıxdı. Əsas zəncirimiz ancaq karbondan ibarət olacaq. Deməli, yalnız karbondan ibarət olacaq teflon. Daha sonra baxaq, karbon və azotdan ibarət olan. Lafsan etilen glikolla triftal turşusunun polikondensləşmə məhsuludur. Gəlin lafsana baxaq hələ birinci. Karbon oksigen olacaq, çox güman ki orada. Etilen glikolla triftal turşusunun polikondensləşmə məhsuludur. O, CH2, CH2O. Daha sonra burada bilirsiniz ki, lafsan etilen glikolla triftal turşusunun polikondensləşmə məhsulu olduğuna görə triftal turşusuna aid olan hissəni bu şəkildə yazırıq. Və burada giriş-çıxış hissələrinə baxsaq, CH2-lər təbii ki, havadadır. Bilirsiniz ki, CH2-lər havadadır. CH2, bax burada da həmçinin hidrogenləri havada yazım ki, sizi çaşdırmasın. Və burada görürsünüz ki, giriş-çıxış hissələrinə baxanda oksigenlə daxil olduq. Oksigeni gördük artıq. Əsas zəncirdə oksigeni gördük. Oksigen, karbon, oksigen. Burada da karbon. Yenə də əsas zəncirimiz karbonla davam edir. Amma yenə də oksigeni gördükdə əsas zəncirdə bunlar oksigendir. Hidrogenlər havadadır. Bu karbon-oksigen zəncirli olacaq. Lafsan karbon-oksigen zəncirli olacaq. Ümumiyyətlə, mən dərsdə bu haqda ətraflı danışmışdım. Demişdim ki, homo zəncirli polimerlər var, hetero zəncirli polimerlər var. Demişdim ki, liflərdən poliefir lifi olan lafsan hetero zəncirli polimerdir və hetero zəncirli karbon-oksigen zəncirli polimerdir. Amma poliamid lifləri olan nilondur, ondan sonra kaprondur, enant lifidir. Bunlar isə hetero zəncirli karbon-azot zəncirli polimerləridir. Bu haqda danışmışdıq ətraflı və karbon-azot zəncirli də təbii ki, kaprona düşəcək. Necə düşəcək? Kapronla heksametilen diaminin adipin turşusunun polikondensləşmə məhsuludur. Heksametilen diamin. Heksametilen diamin deyəndə NH2, heksametilen dediyimizə görə CH2-dən 6 dənə heksametilen diaminlə adipin turşusu. Adipin turşusu bunu pozaq da, bu bizə lazım deyil. Adipin turşusu da deməli ki, əsaslı karbon turşusudur, bilirsiniz ki, və bu şəkildə yazılır. COH, deməli, heksametilen diamin. Burada artıq polimer yarananda NH2-dən H-lar qopacaq da, NH qalacaq təkcə. İstəyirsiniz, gəlin belə yazaq, daha aydın olsun. NH qalacaq. Və adipin turşusuda COH qrupu var. CH2-dən 4 dənə C2 qatı oksigen. Və burada hansı zəncirdə nələri gördük? Azotla daxil olduq, karbonla çıxdıq. Oksigenlər havadadır, hidrogenlər də havadadır. Və bunun hetero zəncirdə, əsas zəncirdə azot və karbon görür. Oksigenlər havadadır, o sizi çaşdırmasın. Və burada nə baş verdi? Deməli, yalnız karbon zəncirli teflon oldu. Karbon-oksigen zəncirli lafsan, karbon-azot zəncirli isə kapron oldu. Bu da gəlin görək 29-da harada verilibdir. 29-da C variantında verilib, eləmi? Bax, mən yazdığım kimi bunlar da yazıblar da, düzdürmü? Bax, 2 dənəsi aşağı düşdü, biri də aşağıdan yuxarı qalxdı. Məncə budur, C variantını seçək onda. 29 C variantı, 30-dan davam edirik. 30-da deyir ki, həll olma əmsalının temperaturdan asılılıq qrafiki verilibdir. Maddənin həll olma əmsalının temperaturdan asılılıq qrafiki verilmişdir. 70 dərəcədə həmən maddənin x milli suda həll edilməsi və doymuş məhlul hazırlanmışdır. Deməli, deyir ki, 70 dərəcə Celsius temperaturda həmən maddənin x milli suda tam həll edilməsi ilə doymuş məhlul hazırlanmışdır. Biz 70 dərəcəyə baxanda KH-ı çox güman ki, burada qram bölünsün litrdən verib. Bəli, qram bölünsün litrdən. Bu deməkdir ki, 70 dərəcə Celsius temperaturda 1 litr, yəni 1000 qram su nə qədər duza həll eləyir? 800 qram duza həll eləyibdir. Və deyir, indi x milli sudan istifadə elə və doymuş məhlul hazırla. Sonra deyir, bu məhlul 30 dərəcəyə qədər soyudanda bir qədər duz kristallaşaraq çökmüş. Çökən duzu 30 dərəcədə yenidən həll edir. Doymuş məhlul hazırlamaq üçün bizə 450 milli su lazımdırsa, x-i müəyyənləşdirin. Qəşəng sualdır. Deməli, bizə deyir ki, əgər biz müəyyən qədər x milli su götürürük,
70 dərəcə Selsi temperaturda doymuş məhlul hazırlayırıq. Sonra o doymuş məhlulu 30 dərəcəyə qədər soyuduruq və bu zaman müəyyən qədər duz çökür. Və deyir, həmin o çökmüş duzu sırf 30 dərəcədə həll eləmək üçün bizə 450 ml su lazımdır. Biz 30 dərəcəyə baxanda görürük ki, KH-ımız 200 qram litrdir. 30 dərəcədə əgər mənim 200 qram əlimdə duzumuzsa, bu 1000 qram su ilə doymuş məhlul yaradar. İndi gəlin görək nə qədər duz çöküb ki, bunun üçün bizə 450 qram su lazım olubdur. 1000 qram su 200 qram duza həll eləyirsə, o zaman 450 qram su gəlin görək nə qədər duzu həll eləyəcək. Buradan həll olan duzun kütləsini 90 qram tapıram. Deməli 30 dərəcədə mən 90 qram duz həll etməliyəm ki, bunun üçün 90 qram duzu həll etmək üçün 450 qram su lazımdır. Deməli başa düşdük ki, 30 dərəcə Selsi temperaturda mənim həll edə bildiyim duzun kütləsi 90 qramdır. Bu mənim həll edə bildiyim duz hansı duzdur? Çökən duzdur. Elə bil əvvəlcə çöküb. Sonra mən düşünmüşəm ki, ay Allah, görürsən bu çökən duzu həmin temperaturda, yəni 30 dərəcədə həll etmək üçün mənə nə qədər su lazım olar? Baxıram ki, hə, 30 dərəcədə mənə 450 qram su kifayətdir ki, həmin o 90 qram duzu həll eləyə bilim. Demək ki, 30 dərəcədə 90 qram duz çökübdür ki, çökmüş bu 90 qramlıq duzu mən 450 qram su ilə tam doymuş vəziyyətə gətirə bilim. Aha, biz buradan artıq çökən duzun kütləsinin 90 qram olduğunu tapdıq. Yaxşı, bizi normalda həmişə demişik ki, qrafika baxanda KH-lar arasındakı fərq çökən duzun kütləsini göstərir. 800-dən 200-ə gələndə 600 qram duz çökməsi müşahidə olunur və mən 600 qramlıq duz çökməsini nə zaman müşahidə edirəm? 1000 qram su götürsəydim. 600 qram çökən duz 1000 qram su götürüləndə olurdusa, görəsən 90 qramlıq çökməni mən neçə qram su ilə yaratmalıyam? Yəni belə deyək də, 1000 qramlıq su 600 qramlıq çökmə yaradırsa, x millilik ya da x qramlıq fərq yoxdur, eyni şey verir. 90 qramlıq çökmə yaradacaq. Buradan 90-ı vuracağıq 1000-ə, böləcəyik 600-ə. Bu da mənə verəcək 150 qram. Deməli, mənim götürüb hazırladığım su 150 qrama bərabərmiş. İndi deyərsiniz ki, biraz qarışıq gəldi və s. Gəlin, siz bir dənə də üstündən gedək. Çünki bu KH məsələdə müəllimlər çox vaxt əziyyət çəkirlər. Belə deyək də müəllimlər. 30 dərəcə Selsi temperaturda çökmüş duzu həll eləmək üçün bizə deyir 450 ml su lazımdır. Mən də 30 dərəcəyə baxanda görürəm ki, 200 duz 1000 su ilə doymuş vəziyyətə gəlirsə, 450 su ilə x qədər duz doymuş vəziyyətə gələr. Deməli, tapıram ki, çökmüş duzum 90 qramdır ki, mən həmin o 90 qramlıq duzu 30 dərəcədə həll etmək üçün mənə 450 qram su lazımdır. İndi mənə deyir ki, bu 90 qram duzu çöktürmək üçün biz əvvəlcədən görəsən nə qədər su götürmüşük. Mən də KH-lar arasındakı fərqə baxanda 800-dən 200-ə gələndə 600 çökmə müşahidə edirəm və 600 çökməni müşahidə etmək üçün mən mütləq 1000 qram su götürməliyəm. Niyə? Çünki KH-ım belə deyək də qram bölünsün litrlə verilibdir və qrafika görə 1 litr, yəni 1000 qram su götürüb mən içərisinə 800 qram duz töksəm, bu məhlul 1800 qramlıq məhlul olacaq və onu mən 70 dərəcədən 30 dərəcəyə gətirəndə görürəm yenə 1000 qram su durub yerində, amma 200 qram duz var orada. 1200 qramlıq məhlul yaratmış oluram. 1800-dən 1200-ə gələndə görürəm, aha, 600 çökmə müşahidə olundu. Qısa şəkildə mən sizə dedim ki, KH-lar arasındakı fərq çökən duzun kütləsini göstərir. 600 çökməni mən nə zaman müşahidə edirəm? Qrafika baxanda 1 litr su götürəndə istifadə edirəm. 1000 su 600 çökmə yaradırsa, 90 qram çökməni x milli su ilə həyata keçirdirəm. Bu da eləcək 150, yəni doğru cavabı Y variantında müşahidə edə bilərsiniz 30-da. 31 ilə davam edirik. Dövrü sistemdən qısa bir fraqment verib, dövrü cədvələ göstərilmiş əsas yarımqrup elementlərin əmələ gətirdiyi hansı birləşmənin formulu yanlışdır? Formulun yanlışlığını axtarırıq. X ilə Z. X-ımız hidrogendir, Z-imiz də 6-cı qrup. İkinci dövr 6-cı qrup elementidir. Bilirsiniz ki, bu oksigendir, bu da hidrogendir, H2O yaradacaq, bu doğrudur. Y-imiz 4-cü qrup elementidir, L-imiz də 7-ci qrup elementidir. 4-dən 7 birləşmə yaradan zaman bunların elektromənfilik fərqli olduğuna görə 7-ci qrupun elektromənfiliyi ən yüksəkdir, öz minimal oksidaşma dərəcəsi, yəni -1-ni göstərəcək. Çünki 7 üçün minimal oksidaşma dərəcəsi 7 çıxılsın 8 -1-dir. Y-imiz 4-cü qrupdur, elektromənfiliyi biraz azdır. Ona görə də L-lə birləşmədə maksimal oksidləşmə dərəcəsini, yəni -4-ünü göstərəcək. Əmələ gələn birləşmə YL4 olacaq, bu doğrudur. Sonra 3-cü C variantına baxanda T ikinci qrup elementidir. Deməli, 2 valentlidir. Müsbət 2 oksidləşmə dərəcəsi göstərir, metaldır. Çünki 1, 2, 3-cü qrup elementləri bordan başqa metal olurlar. Əsas yarım qrupdan söhbət gedir. Z-imiz də 6-cı qrupdur. 6-cı qrup qeyri-metaldır. Qeyri-metallar metallarla birləşmə yaradan zaman öz minimal oksidləşmə dərəcəsini göstərir. O zaman 6-nın minimalı 6 çıxılsın 8 -2 olacaq.
Müsbət ki, mənfi 2 əmələ gələn birləşmə təbii ki, tezdə də olacaq. Bu da doğrudur. Sonra nə verib burada? TL verib deyəsən. TL1 verib. TL4 verib deyəsən. TL4'dür deyəsən. T'miz ikinci qrup elementidir. Müsbət 2 oksidləşmə dərəcəsi. L də 7-ci qrup elementidir. 7-ci qrup qeyri-metaldır. Metal qeyri-metal birləşmə yaradanda qeyri-metal öz minimal oksidləşmə dərəcəsini göstərir. 7-dən 8 rəqəmi çıxdıq. -1 əmələ gətirdi. Deməli, T'miz müsbət ki, L'miz -1 əmələ gələn birləşmə TL2 olmalıdır. Burada TL4 verib deyəsən. Deməli, bu səhvdir də. Səhvi soruşur. Elə 31-də D variantını səhv qəbul edirsiniz müəllimlər. 32. Belə bir duz veribdir. Deyir, duzun tərkibində N M-dən böyükdürsə, A və B-ni müəyyənləşdirin. Deməli, xromun burada biz deyək ki, N M-dən böyükdür. N M-dən böyükdürsə, N-ə məsəl üçün 2 deyək, M-ə 1 deyək. Görək belə bir birləşmə varmı? Xromun 3 valentlisi xrom OH2 xlor birləşməsini yarada bilər. Çünki xrom 3 valentlidirsə, burada müsbət 3 oksidləşmə dərəcəsi göstərsə, OH -1, xlor da -1 olanda, müsbət 3, burada da -1 2-yə vuranda -2, -1 1-ə vuranda -1, həqiqətən müsbət 3, -3 kompensasiya olunub 0 verəcək bizə. Deməli, xromun ancaq müsbət 3-ünü götürə bilərəm. Xromun müsbət 2-sini götürsəydim onda, xrom OH xlor olardı. Çünki müsbət 2 oksidləşmə dərəcəsi göstərəndə, müsbət 2 yazaq, OH-a -1, xlora -1, müsbət 2, -1 kompensasiya olunub 0 verəcək. Deməli, onda M N-ə bərabər olar. Bizə deyir ki, N M-dən böyük olsun. N-imiz nədir? Birincidir, M-imiz ikincidir. Birinciyə 2 deyib, ikinciyə 1 deyib, 2 böyükdür, 1 yaza bilərəm. Onda bu nə olacaq? Xrom burada 3 valentli olduğuna görə mütləq 3 valentli olduğunu qeyd eləməliyəm. Deməli, cavab ya C-dir, ya D-dir, ya da Y-dir. Növbəti halda xrom 3, 2 dənə OH qrupu olduğuna görə dihidrokso deyəcəm. Xrom 3 dihidroksoxlorid. Xrom 3 dihidroksoxlorid bizə 32-də C variantında göstərilibdir. Çünki xromun 3 valentlisidir, mütləq valentlik qeyd olundu. Dihidroks ona görə dedim ki, OH qrupu sayı 2-yə bərabərdir. Xlorid ona görə dedim ki, xlorid turşusunun duzudur. Ona görə də 32-də C variantını seçə bilərsiniz. 33-dən davam edirik. Deyir ki, cədvəldə ABC amin turşularından alınan dipeptidlər, onların nisbi molekul kütlələri verilmişdir. O zaman deyir ABC amin turşuları nisbi molekul kütlələri cəmini hesablayın. Deməli, A ilə B-nin cəmi mənə verəcək dipeptidir. Dipeptidin də nisbi molekul kütləsi A üstə gəlinsin 71-dir. Yəni, dipeptid yerinə A üstə gəl 71 yazacağım. Üzərinə də suyun kütləsini gəlsəm, suyumuz da 1 mol su əmələ gəlib 18. Sonra A, C dipeptid yaradanda bu dipeptidin də deyir kütləsi B üstə gəlinsin 85-dir. Bunun da üzərinə 1 mol su əmələ gəlib 18 qramı gələcəm davamında. O birisində B ilə C-nin cəmi mənə dipeptidin kütləsi, yəni 188 verəcək. Üzərində də 1 mol su, yəni 18 gələcək. Buradan tənliyi həll eləsək, A-lar ixtisar gedəcək. B-miz bərabər olacaq 71 ilə 18-in cəminə. 71 ilə 18-in cəmi mənə 89 verdi. Bu oldu 89. Deməli, B-miz oldu 89. Buna baxanda B-miz 89-da gətirib, bax, burada B-ni pozub yerinə 89 yazsam, C-miz neçə olacaq? B-ni pozdum, 89 yazdım. 89 təgəl C bərabərdir 188 ilə 18-in cəminə. 206-dan çıxaram 89-u 117 eləyəcək. C-miz də bərabər oldu 117-yə. C-miz 117-dirsə, gətirib burada yerinə qoyaq da. C-miz nə oldu? 117. Burada yerinə qoyaq. C-ni pozub 117 yazacağım. B-ni də 89 tapmışam. B-ni də 89 yazdım. O zaman A-nı tapanda nə edərəm? 89 ilə 85-i toplayaram. Sonra da 18-i gələrəm üzərinə. Bax, bu tənlikdən həll edirəm. A-mız nəyə bərabərdir? Sağ oldu 192. Çıxaram 117-ni. Bu da eləcək 75. Deməli, A-mız da bərabərdir. Neçəyə? 75-ə. Tək-tək tapdıq. Birdən tək-tək soruşsalar artıq hamısını tək-tək bildin. Deyir ki, bunların hamısının cəmini tap da. Cəmimiz də 75, 89 və neçə oldu? 117 oldu deyəsən. Cəm 281 tapdım. 33-də 281 A variantında göstərilibdir. 34-dən davam edirik. Kalium permanganat H xlorla reaksiya girəndə bu xlorun laboratoriyada alınma reaksiyasını əks etdirir. Buradan kalium xlor, mangan xlor, xlor və su əmələ gələcək. Xlorun kalium OH-ın qızdırma iştirakında reaksiyasından isə bilirsiniz ki, kalium xlor O3 və su əmələ gələcək. Reaksiya sxemini tamamlayın və ifadələrə uyğun olaraq Euler-Venn diaqramında qeyd edin. Disproporsiya oksidləşmə reduksiya reaksiyası. Disproporsiya bir cürə oksidləşmə dərəcəsindən 2 cürəyə keçid nəzərdə tutulur. Burada xlor 0-dır, kalium xlorda -1, kalium xlor O3-də isə müsbət 5-dir. Xlor burada bir cürə oksidləşmə dərəcəsindən 2 cürəyə, yəni 0-dan -1 və müsbət 5-ə keçid elədi. Disproporsiyanı öz-özünə burada müşahidə olundu. Ona bunu
bu şəkildə yazarıq. Kalium permanganatın H-xlorla reaksiyasında baxsaq, deməli burada manqan dəyişir. Çünki manqan kalium permanganatda müsbət 7-dir, manqan xlor 2-də müsbət 2-dir. H-xlorda isə xlor -1-dir, gəlib 0-a. Burada molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır. Ona görə də disproporsiya öz-özünə, yəni ancaq xlorun kalium OH-la reaksiya məhsuluna aid edə bilərsiniz. Sonra deyir ki, reaksiya məhsullarından biri sudur. Hər ikisində reaksiya məhsulu su əmələ gəlir. Ona görə 2-ni ortaq yazaq. Reaksiyadan oksigenli turşunun duzları alınır. Oksigenli turşunun duzu alınır daha doğrusu. Kalium xlor O3 oksigenli turşunun duzu olduğuna görə üçüncünü də kalium xlor O3 əmələ gələnə qeyd eləyək. Molekullar arası oksidləşmə reduksiya reaksiyası kalium permanganatla H-xlorun reaksiyası. Onu bayaqlar izah elədim. 4-ü də bura yazarıq. Oksidləşdiricinin 1 molu 5 mol elektron qəbul edib. Oksidləşdiricinin 1 molu 5 mol elektron qəbul edib deyəndə burada kalium permanganat da manqan oksidləşdiricidir. Manqan müsbət 7 oksidləşmə dərəcəsi göstərir. Manqan gəlib müsbət 2-yə. Müsbət 7-dən müsbət 2-yə gələndə üstə gəl 5 elektron. 1 mol manqan 5 mol elektron qəbul edib. Onda 5-i də bura yazarıq. İndi gəlin görək digərində də o varmı? Birdən deyərsək bəlkə digərində də var. Digərində də xlor 0-dan xlor deməli gəlibdir -1-ə. Çoxdan aza gəlib olub oksidləşdirici üstə gəlsin 1 elektron. Yəni 1 mol xlor atomu 1 mol elektron qəbul edibdir. Ona görə bu uyğun gəlmədi ora. 5, 4, 2, 1, 3 deyəsən C variantıdır. 34-də də C variantı seçək. 35. Kalsium karbonat və natrium xloriddən ibarət olan A qram qarışıqda karbonun kütlə payı 1,2%-dir. Deməli, kalsium karbonat və natrium xloriddən ibarət olan A qram qarışıqda karbonun kütlə payı 1,2%-dir. İndi A qram qarışığın 1,2%-i, A-nı vuraram 1,2-yə bölərəm 100-ə. Belə deyək də. Gəlin belə hesablayaq. Deməli deyir ki, karbonun kütlə payı 1,2%-dir. Gəlin bəlkə belə eləyək. 12 qram karbon, burada karbon 12 qram daxı. 12 qram karbonun 1,2%-ə uyğun gəlsə, kalsium karbonatın emiri 100-dür. Gəlin görək 100 qramım neçə faizə uyğun gələcək. 100 qramım da neçə uyğun gələr? Deməli, haradasa 10%-ə uyğun gələr də. Onda kalsium karbonat 10% olar da. Düzdürmü? Karbon 1,2%-dirsə, 12 qramlıq karbon, axı burada 12 qram karbon var. 12 qram karbon 1,2%-ə uyğun gəlirsə, onda 100 qramlıq kalsium karbonatım da 10%-ə uyğun gələcək. Onda 10%-im kalsium karbonatı, yerdə qalan 90%-də natrium xlordu var. Elə 35-də tez Y variantını seçə bilərsiniz. Başqa bir hesablama aparmadan ehtiyac yoxdur hesablamaya. 36. Alüminiumun kalium hidroksid məhlulu ilə reaksiyasının sürətini necə artırmaq olar? Alüminiumun kalium hidroksid məhlulu ilə reaksiyasının sürətini necə artırmaq olar? Kalium hidroksid qatılığını artırmaqla, kalium hidroksidin qatılığını artırmaq, burada kalium hidroksid məhlulunun yəqin demək istəyir. Kalium hidroksidin özünün yox, məhlulunu yəqin demək istəyir. Məhlulun qatılığını artırmaq. Bəli, məhlulun qatılığı nə qədər yüksək olarsa, hətta bax biz reaksiyalar yazırdıq, H-xlor məhlulunun qatılığı sink metalı əlavə edirdik. Bəzən sinki böyük bir kütlədə, belə deyək, daha doğrusu böyük bir ölçüdə götürürdük. Digərində isə sinki həmin ölçüdə götürdük, amma xırdalayırdıq, xırdalama dərəcəsini artırırdıq. Orada artıq deyirdik ki, xırdalama dərəcəsi çox olanda reaksiya sürətli olur. Bəzən də elə olurdu ki, sinkin hamısını eyni xırdalama dərəcəsinə verirdik. Amma H-xlor məhlulunun qatılığını çox verirdi. Deyirdik, aha, burada H-xlor məhlulunun qatılığı çox olduğuna görə reaksiya daha sürətli gedəcək. Burada kalium hidroksidin qatılığını artırmaq deyəndə kalium hidroksid məhlulunun təbii ki, çünki kalium hidroksid özü bərk aqreqat halda olan maddədə onun qatılığı məhlulun içində necə özünün qatılığından söhbət gedə bilər ki, məhlulun qatılığını demək istəyir də burada təbii ki. Məhlulun qatılığı nə qədər yüksək olsa reaksiya bir o qədər sürətlə gedəcək. Bu doğrudur. Alüminium xırdalama dərəcəsi nə qədər çox olsa təbii ki, reaksiya sürətlə gedəcək. Temperaturu azaldanda reaksiya daha da zəif sürətlə gedər. Burada mən məhlul sözünü artırmağını məqsədə uyğun bilirəm. Düzdür, kalium hidroksid zaten suyun içində məhlul vəziyyətini yaradır. Söz yox, amma biraz mənanı daha da dərin eləyə bilərdik məhlul sözü əlavə etməklə. 36-da 1-2 seçərəm. Doğru cavabı D variantı seçərəm. 37. Davam edirik. Deyir ki, 0,2 mol yağ tam yanmasından alınan karbon qazının mol miqdarı
0,2 mol yağın yanmasından 11,4 mol karbon qazı əmələ gəlibsə, 1 mol yağın yanmasından nə qədər karbon qazı əmələ gələcək? Buradan tapırıq ki, 1 mol yağın yanmasından 57 mol karbon qazı əmələ gələcək. Bu demək ki, yağın tərkibində 57 mol karbon mövcuddur ki, bunun yanmasından 57 mol karbon qazı əmələ gəlir. Siz də bilirsiniz ki, yağ gliserinin ali karbon turşuları ilə əmələ gətirdiyi mürəkkəb efirlərə deyilir və gliserinə aid olan hissəni bu şəkildə yazıb, daha sonra isə turşu qalığına aid olan hissələri bu şəkildə yaza bilərik. Amma turşu qalıqlarında karbonların sayı eyni qədər olsa da, turşu qalıqlarındakı karbonlar eyni olsa da, amma eyni turşu qalıqlardırmı? Xeyr. Çünki bizə demir ki, bunlar eyni turşu qalıqlardır. Sadəcə olaraq bizə deyir ki, turşu qalığında olan karbonların sayı hamısı bir-birinə bərabərdir. Ona görə də mən dəqiq bilmədiyimə görə hansı turşular olduqlarını dəqiq bilirəm ki, karbonların sayı eynidir. Amma karbonların sayının eyni olduğunu bilirəm ki, hamısında eyni qədər karbon var. Amma eyni turşu qalıqlardırmı? Yoxsa yox, o haqda dəqiq məlumatım yoxdur. Ona görə o haqda heç nə yazmıram. Ona görə birinə R, birinə L1, birinə də R2 radikalı yazdım. Və bizə deyir ki, 0,2 mol yağın yanmasından yandıranda əmələ gələn triqliseriddə, daha doğrusu 0,2 mol daha doğrusu yağın yanmasından əmələ gələn suyun mol miqdarından tam hidrogenləşməyə sərf olan hidrogenin mol miqdarını çıxanda buradakı fərq 9,4 qrama, daha doğrusu 9,4-ə bərabər olacaq. Rəqəm olaraq 9,4-ə bərabərdir. 0,2 molda 9,4 fərq varsa, 1 molda gəlin görək nə qədər fərq olacaq. 1 moldakı fərq 47-yə bərabər olacaq. 47 nəyə göstərir? Yəni, əgər mən bu 1 mol triqliseridi, yəni yağı yandırsam, buradan əmələ gələn suyun mol miqdarından tam hidrogenləşməyə sərf olan hidrogenin mol miqdarını çıxsam, buradakı fərq deməli 47-yə bərabər olacaq. Biz buradan 1 mola görə fərqin 47 olduğunu hesabladıq. Deməli, bax, biz bu 47-ni təzədən bir də vurğulayıram. Necə tapdıq? Tapdıq ki, 1 mol yağ yansa, əmələ gələn suyun mol miqdarından bu yağın tam hidrogenləşməsinə lazım olan hidrogenin mol miqdarını çıxsaq, orada biz fərqi 47 alacağıq. Yəni 47 o deməkdir ki, yəni mən 1 mol yağı yandıranda nə qədər ki su əldə edirəm, həmin o suyun mol miqdarından bu yağın tam hidrogenləşməsinə sərf olan hidrogenin mol miqdarını çıxsam, fərqi 47 tapacağam. Yəni mənlər, siz bilirsiniz ki, bu yağ yananda nə əmələ gətirəcək? X mol H2O deyir yaradıbdır. İndi ki, buradakı X o X-dən deyil, birdən bunu səhv salarsınız. Deyək ki, bu A deyək, bu da A bərabərdir 47. Yəni fərqi 47 tapmışam mən. İndi deyək ki, bu yağın yanmasına X mol su əmələ gəlib, X mol suyun əmələ gəlibsə, deməli X mol H2O-nun içərisində 2X qədər hidrogen atomu var. Bu 2X qədər hidrogen atomunun 5-i hardan gəlibdir? Gliserindən. Onda belə çıxır ki, yağın tərkibindəki turşu qalığındakı hidrogen atomlarının sayı 2x çıxılsın 5-ə bərabərdir. Niyə? Çünki yenə deyirəm, yağ yanıb, bəli. Yağın yanmasına nə qədər su əmələ gəlib? X mol su. X mol suyun içərisində nə qədər hidrogen atomu var? 2x qədər hidrogen atomu var. Həmin o 2x qədər hidrogen atomunun 5-i hardan gəlib? Yağın gliserinə aid olan hissəsindən. Onda belə çıxır ki, yağın turşu qalığındakı hidrogenlərinin sayı 2x çıxılsın 5-ə bərabərdir. Çünki 5-i gliserindən gəldisə, 2x çıxılsın 5-i də hardan gələcək? Təbii ki, turşu qalığından gələcək. 2x çıxılsın 5-i müəyyənləşdirdik, bunu tapdıq. Növbəti halda biz nə düşünürük? Siz bilirsiniz ki, yağı doymuş vəziyyətə gətirmək üçün biz buradakı turşu qalığındakı hidrogenlərin sayını 105 kimi təsəvvür etməliyik. Deyərsiniz, niyə? Ona görə ki, siz bilirsiniz ki, yağ tam doymuş vəziyyətə gələndə biz buradakı radikal hissəsi fərqi yoxdur, hansı turşu qalığıdır. İstər olein qalığı olsun, istər linol qalığı olsun, istərsə də linolein qalığı olsun. Biz onu tam doymuş vəziyyətə gətirəndə onun radikal hissəsini C17H35 vəziyyətinə gətirmək istəyirik. C17H35 vəziyyətinə də gətirəndə hərəsinə 35 hidrogen olmalıdır ki, tam doymuş vəziyyətə təsəvvür edək. Onda 35-i də 3-ə vuranda bizə verəcək 105. Deməli, burada 105 hidrogen nədir? Olmalıdır. Onda 2x çıxılsın 5 hidrogenin üzərinə mən tam hidrogenləşməyə lazım olan hidrogenin mol miqdarını, yəni 2x qədər hidrogeni gəlsəm, çünki y mol H2 2y qədər hidrogen atomu deməkdir. Bu cəmlənəndə mənə 105 verməli idi. Deməli, başa düşdük ki, 2x çıxılsın 5 qədər hidrogen yağın turşuya aid olan hissəsindəki hidrogenlərin sayıdır. Mən bura 2 qədər hidrogeni gəlsəm, mənə verəcək 105 rəqəmini. Və bir yaxlarda mən tapmışdım ki, yağın belə deyək də, yanmasından əmələ gələn x mol su ilə yağın, daha doğrusu yağın yanmasından əmələ gələn x mol H2O-dan, x-dən, yəni y çıxanda tam hidrogenləşməyə lazım olan hidrogenin mol miqdarını çıxanda
mən almalıydım 47 rəqəmi. Belə bir sistem təlliyə keçirdik. Deməli, x qədər 1 molun yanmasından əmələ gələn x mol sudan 1 molun hidrogenləşməsinə lazım olan y qədər H-gini çıxanda, yəni x çıxılsın y fərqini mən 47 tapdım bayaqları. X çıxılsın y fərqi 47-dir. Yuxarıda da belə bir tənliyi əldə elədim. İndi gəlin buradan tənliyi həll eləyək. X bərabərdir 47 üstə gəlsin. Y-ə gətirib yuxarıda yerinə qoyaq. Yuxarıda yerinə qoysaq 2 vurulsun. X-in yerinə yazacağım 47 üstə gəl Y. Buradan da çıxacağım 5 rəqəmini. Üzərinə gələcəm 2Y bərabər olacaq 105-ə. Buradan 2-ni 47-yə vursaq, gəlin Y-i tapaq. Məncə bu yolla tapmalıyıq. Maraqlı sualdır çox. 2-ni 47-yə vursaq bizə verəcək 94. Üzərinə gələcək 2Y. Buradan da çıxacağıq 5 rəqəmini. Üzərinə gələcək 2Y bərabər olacaq 105-ə. Bu 105 110 olacaq sağ tərəfə keçəndə. 110-dan da 94-ü çıxsam, 110-dan çıxanda 94-ü mənə verəcək 16. 4y-imiz 16-ya, y-imiz 4-ə bərabərdir. Y-imiz 4-ə bərabərdirsə, y-imiz nə oldu? Buradan tapdıq ki, y-imiz bərabərdir 4 mola. Y-imiz 4 mola bərabərdirsə, onda x-imiz neçəyə bərabər olacaq? X-imiz də 47 üstə gəlinsin 4. Bax, x-imiz də 47 üstə gəlinsin y-dir də. X-imiz də 47 üstə gəlinsin y-dir də. Y-imiz 4 isə 47 ilə 4-ün cəmi x-imiz 51 olacaq. Deməli, x-imiz 51-ə bərabərsə, buradan əmələ gələn suyun mol miqdarı 51 moldur. 51 mol H2O da yağın tərkibindəki hidrogen, deməli, hidrogen sayının 102-yə bərabər olduğunu göstərir. Çünki yağın yanmasından 51 mol H2O əmələ gəlibsə, 51 mol H2O nə deməkdir? 51 mol yağın yanmasından 51 mol H2O əmələ gəlib. Yəni 51-i 2-yə vuranda 102 hidrogen deməkdir. Deməli, yağın içərisində 102 hidrogen olubdur ki, yağın bir molekulunda 102 hidrogen olub ki, bu 51 mol su şəklində özünü biruzəyə verirdi. Deməli, doğru cavab burada 102 olacaq. Çox maraqlı sualdır. Əslində, bunda yerinə maddə qoymaqla da hesablaya bilərsiniz. Amma düşünürəm ki, yerinə maddə qoyub hesablamaq sizin imtahanda çox vaxtınızı aparacaq. Amma mənim dediyim yolla getsəz, məncə daha rahatlıqla hesablama apara bilərsiniz. 38-dən davam edirik. Deyir, məhlul elektroliz olunan maddə X maddəsidir. Deməli, elektrolizdən əvvəl məhlulun qatlığı A faizli olub, elektrolizdən sonra məhlulun qatlığı B faizli olubdur. Deməli, əgər B A-dan böyüksə, yəni elektrolizdən sonra məhlulun faizli qatlığı artıbdırsa, o zaman hansı maddələr burada elektrolizə uğraya bilər? Bizdən onu soruşur. Çox maraqlı sualdır bu da. Deməli, burada da siz bilirsiniz ki, koprum xlor 2-nin suda məhlulunu elektrolizə uğratsaq, katoda mis gedəcək, anoda xlor gedəcək, məhlulda da su qalacaq. Və bu zaman duz elektrolizə uğradığına görə duzun kütləsi azaldı. Duzun kütləsi azaldığına görə kütlə payı azalacaq. Kütlə payı azalacaqsa elektrolizdən sonra məhlulun kütlə payı azalmalıdır. Onda B-A-dan kiçik olmalıdır. Bu ifadə koprum xlor 2-yə aid deyil. Çünki burada əksinə sonraki məhlulun faizli qatlığı azalardı. B-A-dan kiçik olardı. Burada deyir ki, güya B-A-dan böyükdür. Bu səhvdir. Amma natrium KSO4-ün suda məhlulunu elektrolizə uğratsam, bilirsiniz ki, katoda hidrogen gedir, anoda oksigen gedir, məhlulda natrium KSO4 qalır. Və bu zaman su elektrolizə uğradı, su azaldı, duz olduğu kimi qaldı. Su azalıb, duz olduğu kimi qalanda, burada özdə mütləq vurğulamalıydı ki, doymamış məhlul, proses doymamış məhlulda həyata keçirilir. Və buradan göründüyü kimi, məhlulda həll olan maddənin kütləsi olduğu kimi qaldı, su azaldı. O zaman məhlulda həll olan maddənin kütləsi olduğu kimi qalıb, su azalanda suyun miqdarı azaldığına görə həll olan maddənin kütlə payı artacaq. Və yeni məhlulda həll olan maddənin kütlə payı çox olduğuna görə B-A-dan böyük olacaq, bu doğrudur. Natrium OH-da da həmçinin belə olacaq. Sink bromida baxmıram. Niyə? Çünki natrium OH-da dəqiq bilirəm ki, cavab alacaq. Çünki burada katodda hidrogen ayrılır, yenə də anodda oksigen ayrılır. Məhlulda da natrium OH olduğu kimi qalır. Yenə də bayaq dediyimiz proses kimi su elektrolizə uğrayır. Duz olduğu kimi qaldığına görə duzun kütlə payı artır. B-A-dan böyük olur. Doğru ifadə 2 və 4 bizə Y variantında göstərilibdir. 39-dan davam edirik. 39-a deyir ki, aşağıdakı cədvəldə müəyyən həcmli suda həll edilmiş 2 fərqli duz verilmişdir. Dissosiasiya dərəcəsini veribdir. Deyir, A-nı hesablayın. Deməli, məhlulda alınan anyonların mol miqdarı. Deməli, mol sayı 0,2 nü qədər verilibdir. İndi siz bilirsiniz ki, 0,2 nü qədər alüminium sulfat veribsə və bunun da dissosiasiya dərəcəsi 75%-dirsə, bu demək ki, 0,2 nü qədər alüminium sulfatın 75% iyonlara dissosiasiya edib. Onda 0,2 nünün 75%-ni tapsaz, 0,2 nünü vuracaqsınız 0,75-ə. Bu da eləcək 0,15 nü qədər alüminium sulfat. Deməli, 0,15 nü qədər alüminium sulfat tam iyonlara dissosiasiya edibdir.
Deməli, yenə deyirəm 0,2 mol 0,2 nümol alüminium sulfat götürmüşəm. Bunun 75% iyonlara dissosiasiya etmişəm. O deməkdir ki, 0,2 nünün 75%-ni tapırıq, eləyir 0,15 nü. Deməli, 0,15 nü qədər alüminium sulfat iyonlara dissosiasiya edib, 0,15 nü alüminium 2 SO4 3 indeksdəki 3-ə vurulanda 0,15-i indeksdəki 3-ə vuranda 0,45 nü qədər SO4 iyonu tapıram. Deməli, alınan iyonların, anyonların, çünki mənə anion dediyinə görə SO4 ilə gedirəm, alüminiumla işim yoxdur. Mənə anion deyir axı. Onda anyonların mol miqdarı 0,45 nüyə bərabər olacaq. Aha. İndi mən burada 0,45 nü qədər anion almışamsa, aşağıda ondan 2 dəfə çox, çünki deyir 2 qədər. 0,45 nüdən 2 dəfə çox, yəni 0,19 nü qədər anion almalıyam natrium sulfatda. Bəs bunu necə alaram? Gəlin ona baxaq. İndi siz bilirsiniz ki, normalda 1 mol natrium sulfat 1 mol anion verir. 1 mol anion verir. Gəlin görək. Neçə mol natrium sulfat iyonlara dissosiasiya edib ki, bu 0,9 nü mol anion verib. 1 mol natrium sulfat 1 mol SO4 anionu verirsə, x mol da iyonlara dissosiasiya edəndə 0,9 nü qədər anion verib. Buradan natrium sulfatın iyonlara dissosiasiya etmiş mol miqdarını 0,9 nü tapıram. Bunun 0,9 nüsü iyonlara dissosiasiya edib, əvvəlki mol miqdarda nü mol olubsa, dissosiasiya dərəcəsini tapanda bunun dissosiasiya etmiş mol miqdarı 0,9 nünü həll olmuş mol miqdarı nüyə bölüb 100%-ə vuraram. Buradan nülər ixtisar gedər, 90% iyonlara dissosiasiya etmə taparam. Deməli, dissosiasiya dərəcəsi 90%-ə bərabərdir. Bu da 39-da D variantında göstərilibdir. 40-dan davam edirik. Deyir, benzol həlqəsində 3 metil qrupu olan izomerlərin monoxlorlaşma reaksiyasından həlqədəki hidrogenlərin əvəzlənməsi, yalnız həlqədəki hidrogenlərin əvəzlənməsinə baxırıq. Əmələ gələ bilən, deməli, belə deyək də, izomerlərin, törəmələrin sayını tap deyir. Çox maraqlı sualdır bu da. Gəlin, buradan yer açaq, bir baxaq. Əvvəlcə nəyə baxıram? 1, 3, 5 trimetil benzol. Əvvəlcə benzolu yazdım. 1, 3, deməli 1, 2, 3, 1, 3, 5. Trimetil benzol. Mən bura benzol həlqəsindəki karbonun xlorlarını əvəzləmək olsam, bura yaza bilərəm. Bu şəkildə yaza bilərəm. Ya da ki, bunu pozub bura yaza bilərəm. Ya da bunu pozub necə yaza bilərəm? Ya da bura yaza bilərəm. Çünki metil radikallarındakı hidrogenlər əvəzlənə bilmirlər. Ancaq bu şəkildə deyir əvəzlənmə apar. Əgər belə əvəzlənmə aparıramsa, onda eyni cürə, bir cürə maddə. Bax, hamısını adlandırsanız eyni maddə alacaqsınız. Hamısında eyni maddə alınacaq. Bax, ya ha bura qoymuş, iki karbonun arasında bir xlor düşdü. Ya iki karbonun arasında bura xlor düşmüş olsun. Ya da ki, bura xlor düşmüş olsun. Eyni maddəni almış olacaqsınız. Hamısı eyni maddə. Demək, buradan yalnız bir cürə monoxlorlu törəmə ala bildik. Çünki monoxlorlu törəmə deyir. İkinciyə baxsaq, bu birinci idi. İkinciyə baxsaq, 1, 2, 4 trimetil benzol. 1, 2, 4 trimetil benzol. 1, 2, 4 trimetil benzol. Bir dəfə buradan apararam. Belə bir birləşmə alaram. Düzdürmü? 1, 2, 4 yazmışam. 1, 2, 4 daha doğrusu üzr istəyirəm. Buradan yazmalıyam. Çox üzrlü hesab edin. 1, 2, 1, 2, 4. Bəli, yox, buradan yazmalıyım. Doğrudur. 1, 2, 4 düzdür. 1, 2, 4. Doğrudur. Bir dəfə belə yaza bilərəm. Sonra nə düşünürəm? Necə yaza bilərəm? 1, 2, 4. 1, 2, 4 trimetili yazdım. Sonra nə yaza bilərəm? Bax, bura bayaqları birləşdirmişəm. Daha bura birləşdirməm. Sonra bura birləşdirərəm. Belə bir maddə alaram. Bu ikinci maddəmiz. Üçüncü maddə nə düşünürəm? Nə yaza bilərəm? 1, 2, 4 yazmışam. Bir dəfə də bura birləşdirərəm. Üçüncü maddə alaram. Gördünüzmü? 3 lira maddə buradan ala bildim. 1, 2, 3 trimetil benzol. İndi gəlin üçüncünü də buradan yazaq. 1, 2, 3 trimetil benzol deyir. 1, 2, 3 trimetil benzol. Bir dəfə buradan eləyərəm. Belə bir birləşmə alaram. Bir dəfə də belə bir birləşmə almaq istəyərəm. Deməli, baxaq, görək, nə yaza bilərik. Daha buradan yox, buradan apara bilərəm. Bu da ikinci. Üçüncünü ala bilməyəcəm. Niyə? Çünki üçüncünü düşünürsünüz ki, niyə almayaq? Bəlkə buradan yaza bilərik, belə düşünə bilərsiniz də siz, düzdürmü? Bir dənə daha sərgəli yazaq. 1, 2, 3. Birini də düşünürsünüz ki, buradan yaza bilərəm. Bəs yaxşı, buradan yazsaq. Bu elə bunun özü deyilmi? Bu elə bunun özüdür də. Fərq yoxdur ki, zaten burada saat əqrəbi istiqaməti ya əksi istiqamətdə növr eləmişik. Onun heç bir önəmi yoxdur.
Bax, eyni maddədir də, fırlatsaz eyni maddədir də. Xlor, yanında da 3 dənə karbon. Burada da xlor, yanında 3 dənə karbon var da. Hər ikisi xlor, yanında 3 dənə karbon. Ona görə bunu yazmayacaqsınız. Burada cəmi 2 cürə maddə seçə bilirsiniz. Deməli, 1 cürə maddə, 3-cü və 2-ci cürə. Deməli, neçə cürə tapdıq? 1, 3, 2. Doğru cavab C variantına göstərilib. 40-da da C variantını seçə bilərsiniz. Yəni, bu şəkildə izomerləri hesablayırsınız.